Salam, hər vaxtınız xeyir. Rəpa informasiya təhlükəsizliyi sonuncu bölməyin izahını verəcəyəm. Başlayaq. Vaxt itirmədən informasiyanın qorunması və ziyanverici proqramlar bölməsi. İnformasiyanın təhlükəsizliyi dedikdə nə nəzərdə tutulur? İnformasiyanın təhlükəsizliyi deyəndə hər hansı bir informasiya mühitinin qorunması, informasiya təhlükəsizliyinin pozulması, təhdidlərinin vaxtında aşkar edilməsi və qarşısının alınması başa düşülür. İnformasiya təhlükəsizliyinin vəzifəsi təbii və süni xarakterli, təsadüfi və qəsdli təsirlərdən mühafizə olunmaqdır. İnformasiyanın qorunması dedikdə, mühafizəsi dedikdə onun əsas 4 e, forması nəzərdə tutulur. Deməli, birincisi təşkilati mühafizədir, ikincisi proqram aparat mühafizəsidir, üçüncüsü mühəndis texniki və dördüncüsü qanunverici mühafizədir. Deməli, təşkilati mühafizə nədir? Təşkilati mühafizə deyəndə, yəni mühafizənin belə deyək də təşkil olunması, yəni hər hansı bir məlumatın qorunması üçün atılan addımlar. İkincisi proqramların və yaxud aparatların qorunması, üçüncüsü mühəndis texniki mühafizə. Demək olar ki, bu da eyni şeydir. Dördüncüsü qanunverici olaraq mühafizə, yəni hər hansı bir sənədin qanuni cəhətdən mühafizə olunması, qorunması. Yəni onun nüsxəsinin yayılması qadağandır və s. və s. və s. kimi. Təbii ki, verilənləri icazəsiz istifadədən qorumaq üçün paroldan istifadə edə bilərik. İnformasiyanın qorunmasının iki üsulu var. Birincisi verilənlərə girişin məhdudlaşdırılması, yəni ümumiyyətlə verilənləri əldə etmək mümkün deyil. İkincisi isə əldə etmək olur, sadəcə verilənləri əks etdirmək üçün giriş, yəni əks etdirməyə qoyulmuş məhdudlaşdırma. Yəni bu məlumat səndə var, amma paylaşa bilmirsən, belə deyək. İnformasiyanın belə deyək də, biometrik mühafizə sistemləri var. Biometrik yəni hər bir insanın özünə xas olan qorunmaları belə deyək. Barmaq izinə görə tanınma, bu yəni hər insanda özünə görədir. Barmaq izi skan olunur. Demək olar ki, hamımızın telefonlarımızda var. Ancaq həmin belə deyək, skan olunmuş o izlərlə telefonlar və yaxud hər hansısa bir aparat, yəni ağıllı sistemlər varsa açılır. İkincisi gözün qüvvəhli qişasının şəklinə görə tanınma. Buna biz üz tanıma da deyirik. Bu da gözün adı üzərində gözün qüvvəhli qişasının şəklinə görə tanıyır. Üçüncüsü, bu çox da yayılmayıb nitqin özəlliklərini, yəni səs dalğasının uzunluğuna görə tanınma. Dördüncü üzə görə tanınma. Üzə görə tanınmada demək olar ki, gözə qızıqlı şəklinə görə tamamilə oxşardır. E, deməli, üzə görə tanımada məsələn bəzi koordinatlar var ki, üzdə həmin koordinatları götürərək kontrastın dəyişdiyi yerlərin koordinatlarını belə deyək, həmin nöqtələrlə şifrə təyin olunur. Bir də ovuza görə tanınma, ovuza görə tanınma demək olar ki, barmaq izinə görə tanınma ilə eynidir. Kompüter virusları kompüterdə çoxalmaq, həmçinin rabitə kanalları, kompüter şəbəkələri və informasiya daşıyıcıları vasitəsilə digər kompüterlər və şəbəkələrə yayılmaq qabiliyyətində olan ziyanverici proqramlardır. Deməli, bunlar virus adlanırlar. Bu virusların da özünün həyat yolu var. Bu həyat yolu yoluxdurma və aktivləşdirmə ilə başlayır. Yoluxdurma prosesi istifadəçinin kompüterə virus daşıyıcısı olan proqramın başladılması ilə həyata keçir. Ondan sonra artıq kompüterin daxilində işləməsi isə həmin proqramın virusun bu aktivləşmə adlanır. Yəni artıq aktiv olaraq həmin kompüterdə fəaliyyətə başlayır. Viruslardan qorunmanın 3 səviyyəsi var. Birinci səviyyə virusların ümumiyyətlə kompüterə daxil olmasının qarşısını almaq. İkincisində artıq virus kompüterə daxil olub sadəcə hücumun qarşısını alırıq. Üçüncüdə isə artıq bu mərhələni keçib virusun hücumlarının təsirini minimuma endiririk. Yəni artıq hücum eləyir, amma maksimum şəkildə bizə az ziyan vurmasını belə deyək, e, gözləyirik. Kompüterdə virusun olmasını bildirən bir neçə əlamətlər var. Məsələn,
Ekranda nəzərdə tutulmayan məlumatların və görüntülərin çıxması, öz-özünə reklamların gəlməsi, nəzərdə tutulmayan səs siqnalların yayılması, CD diskin, diskovodun belə deyək, öz-özünə açılıb bağlanması, kompüterdə hər hansı proqramı öz başına açılması, kompüterin tez-tez sıradan çıxması və ilişməsi, yəni donması, proqramlar baş adresi kompüterin donması, fayl və qovluqların öz-özünə yoxa çıxması və yaxud da içinin dəyişməsi, sərt diskdə tez-tez müraciətin olması və proqramların asılıb qalması, yəni donması, yaxud özünü gözlənilməz aparması və sair və sair və sair. Komitədə virus əlamətləri aşkarlananda aşağıdakıları icra etmək lazımdır. Yeni edilən işlərin nəticələrini, yəni xarici yadda daşıyıcılarda, yəni flash kartda saxlamaq lazımdır. Kompüteri lokal şəbəkədən və internetdən ayırmalıyıq. Kompüterə düşmüş virus nəticəsində əməliyyat sistemi sərt diskdən yüklənmirsə, əməliyyat sistemi xarici daşıyıcılardan yükləməyə çalışmaq, yəni flash kartlardan və s. Antivirus proqramını isə işə salmaq. Virus proqramlarının ən ziyanlılarından biri Troyan atıdır. Troyanlar adətən başqa faylları yoluxdurmurlar, öz-özünə çoxalmırlar, amma geniş yayılmış proqramlarda maskalanaraq istifadəçini həmin proqramı öz kompüterinə köçürməyə və ziyanverici kompüterdə quraşdırmağa təhrik edirlər. Troyan viruslar 3 növü var. Biri uzaqdan idarə etmə utilitləri, yəni kompüterin bədniyyətli şəxs tərəfindən uzaq məsafədən idarə edir. İkincisi casusluq eləyir. Belə casuslardır. İstifadəçinin hərəkətlərini gizli olaraq müşahidə edir və digər şəxsə lazım olan məlumatları göndərir. Reklam proqramları burada da adı üzərində tez-tez istifadə olunan proqramlara reklam və elan xarakterli məlumatlar yerləşdirir. Bunlardan qorunmaq üçün virusları tapmaq və zərərsizləşdirmək üçün antivirus proqramlarından istifadə olunur. Bu da ancaq belə deyək də verilən proqramın və yaxud faylın daranması, yəni skan olunması yolu ilə həyata keçirilir. Bunun üçün bir neçə proqramlar var. Antivirus proqramları, Scan Norton antivirus, Symantec, Kaspersky antivirus, Doktor Web, McAfee, Virus Scan, Panda Titanium, antivirus və Avast kimi proqramları göstərmək olar. Antivirus proqramlarının özlərinin də növləri var. Demək, birincisi detektorlardır. Detektorlar əməliyyatdaşlı və xarici qurğularda yalnız sözü var. Onlara məlum olan virusların axtarışını təmin edir və tapır. Doktorlar virusdan aşkar edilməsinə və zərərsizləşdirilməsinə kömək eləyir. Müfəttişlər proqramların, qovluqların, faylların və sistem sahələrinin məzmununu yadda saxlayaraq dövrü olaraq belə deyək də cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edirlər. Yəni 2 dəfə kompüterin yaddaşına yüklənmiş proqramı belə deyək yadda saxlayır. Sonra nə vaxt əgər virus varsa, həmin virus olan andakı ilə ilkin yüklənmiş andakı faylı yoxlayır. Əgər problem varsa, həmin problemləri aradan qaldırır. Sonra gəlir doktor müfəttiş. Demək ki, doktorla müfəttişin proqramlarını, yəni eyni işi görür, ortaq iş görür. Süzgeçlər və yaxud filtrlər. Virusların çoxalma və zərər vurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətlər tutur. Yəni, qısacası təhlükəli əməliyyatlara nəzarət edir. Əgər hər hansısa bir təhlükə görərsə, ekrana bildiriş kimi göndərir ki, həmin hissələri təmizlənsin. Vaksinlər də nədir? Bir çox proqramları vaksinləşdirir. Yəni, həmin proqramları belə deyək, virusa yoluxmuş kimi göstərir və əgər virusu yoluxmuş kimi göstəribsə, artıq viruslar həmin proqramlara yoluxmur. Yəni qısacası virusları aldadır ki, güya bunlar yoluxub, amma əslində yoluxmayıb. Yəni bu formada faylları qoruyur. Sonra nə var bu bölmədə? Bitdi. Keçək indi suallarına. Antivirus proqramlarının tipinə aid deyil. Arxiv antiviruslara aid deyildi. Həyat yolu nə idi? Yoluxdurma və aktivləşdirmə hissəsi idi. Hansı antivirus proqramı tipi proqramların iş qabiliyyətlərini saxlamaqla onları ilə dəyişir ki, onlar viruslara yoluxmuş kimi göstərir. Bu ən son danışdığımız vaksinlər idi. İnformasiya kompleks mühafizə sisteminə aid deyil. Təşkilat mühafizə var, mühəndis var, proqram var, qanunverici mühafizə var, amma proqramlaşdırma alqoritm mühafizəsi
yox idi. Kompüter ziyanverici proqramların daxil olması bildirən əlamətləri müəyyən idi. Klaviaturun düymələrinin sayının artması, bu düymə sayı öz-özünə artmaz. Nəzərdə tutulmayan səs siqnallarının generasiyası bu 2 ola bilər. Ona görə birləri çıxırıq, ikilər qalır. 2, 3, 4, 2, 4, 5. Deməli 2, 4 düzdür. 3-ə baxırıq. Fayl və qovluqların yola çıxması doğrudur. Ekranın qırılması təbii ki, bu aid deyil. Ona görə 5-i də siləcəyik. Qalacaq 2, 3, 4. Birinci səviyyə nə deyir burada? Kompüter viruslarının qorunma səviyyələri. Birincisi nədir? Kompüterin fiziki olaraq qorunması həyata keçirilir. Virus hücumlarına təsiri minimum endirmə bu ümumiyyətlə üçüncü səviyyə idi. Hücumların qarşısı alınır. Birinci səviyyə idi. Bir də ümumiyyətlə virusların kompüterə girməsinin qarşısı alınır. Bu birinci səviyyədə. Artıq daxil olub amma hücumların qarşısı alınır. Bu isə ikinci səviyyədir. 1-də 2A, 3 isə C variantı. Keçək növbəti bölmə kompüter cinayətkarlığı, kriptoqrafiya. Demək burada kompüter cinayətkarlığı nədir? Kompüter piratçılığı da demək olar buna. Yəni oğurluqlar, bir kompüterdə nəyinsə oğurlanması və s. və s. Əməliyyat sistemlərini olduqca yaxşı bilən, onun nüvəsinin bir hissəsini yenidən proqramlaşdıra bilən professional kompüter mütəxəssisinə hacker adlandırırlar. Hackerların da özündən başqa iki növü var. Bir var script kiddie, bir var cracker. Hacker dedi ki, hər hansı bir kompüterin nüvəsini sıfırdan professional olaraq kodlaşdırırlar. Həmin kompüteri özləri idarə edirlər. Amma script kid nədir? Yəni senaryo uşağı. Digər hakerlərin ötürülərindən istifadə edərək kompüterin təhlükəsiz sistemlərinə zərər verir. Amma hakerlik səviyyəsinə qədər hələ bilikləri yoxdur. Sadəcə zərər verirlər. Cracker isə kompüterə və ya kompüter şəbəkəsinə qeyri-qanuni daxil olaraq məlumatları məhv etmək, oğurlamaq və zərərli hərəkətlər eləmək istəyən şəxslərdir. Crackerlar müxtəlif proqramların üzdən çıxarılmaması üçün qoyulmuş müdafiəni ləğv edə bilir, lakin proqramın zəif nöqtələrini araşdırıb tapa bilmir. Ona görə də onların birinci səviyyəsinə görə script kid ilə hakerlər arasında aralıq mövqeyi tutur. Yəni nə hacker deyir, script kiddən daha çox bilir. Daha çox təsir edə bilər, daha çox ziyan vura bilər, amma hacker qədər deyil. Ona görə də ən yüksək hackerdır, sonra cracker, sonra isə script kiddir. Kompüter piratçılığı nədir? Hər hansı proqram təminatının piratçılığı, hər hansısa məlumatın oğurlanması və yaxud icazəsiz olaraq yayılması. Ümumiyyətlə kompüter, yəni copyright müəlliflik hüququ ilə belə deyək də hər bir informasiyalar qolunur. Müəlliflik hüququ C hərfi dairədə işarə olunur və yaxud copyright sözü ilə göstərilir. Onu bu formada mötərizədə də C və yaxud dırnaq içərisində C kimi də göstərmək olur. Müəlliflik hüququ hökmən birinci C hərfi yazılır. Daha sonra hüquq sahibinin adı və proqramın ilk buraxılış idi. Məsələn, burada verib nə hər hansısa bir TeamViewer proqramında müəllif hüququnun qorunması üçün C işarəsi 2005, 2021, TeamViewer, Germanic, GmbH. Bu da yəqin ki, hər hansı bir şirkətin adıdır. Sonra müəlliflik hüququ baxımından proqram təminatı bir neçə kateqoriyaya ayrılır. İctimaiyyətə məxsus proqram təminatı, public domain software. Burada sərbəst olaraq üzü köçürülə bilən proqramlardır. Yəni heç bir şeylə qorunmur, müəllif hüququ ilə qorunmur. Hər kəs istədiyi kimi istifadə edə bilər. Şərti ödənişsiz proqram təminatı. Burada isə müəllif hüququ ilə qorunur və pulsuz yayılırlar. Amma pulsuz yayılsa belə yenə də qorunur. Üçüncü ödənişsiz proqram təminatı, freeware. Burada ilkin kodu da daxil olmaqla ödənişsiz yayılan proqram təminatıdır. Özəl proqram təminatı proprietary software. Bu müəlliflərin yaxud qanuni sahibinin xüsusi mülkiyyəti olan, belə deyək, proqram təminatıdır. Ticari proqramda commercial softwaredir. Gəlir əldə etmək məqsədi ilə yaradılmış proqram təminatı. Kriptoqrafiya nədir? İmtahan suallarınızın demək olar ki, biri budur. Kriptoqrafiya şifrələmə. Şifrələmə də iki cür olur. Gizli açarla, gizli yazı formasında belə deyək şifrələnir. Gizli açarla
Şifrenin açılması deşifrəleme algoritmini açar müəyyənləşdirir. Həm şifrələmə, həm də deşifrəleme bir açar vasitəsilə aparılır. Yəni eyni qaydadan. Bu cür şifrələmə simmetrik şifrələmə üsuludur. Bir də var asimmetrik. Asimmetrikdə isə belə deyək də şifrələyəndə başqa şifrə ilə şifrələyirsən, amma açanda həmin şifrəni oxuyanda başqa şifrə ilə oxuyursan. Bu asimmetrikdir, amma simmetrikdə şifrələyəndə də oxuyanda da eyni formadan istifadə edirik. İndi simmetrikə ən məşhur nümunə Sezar şifrəsidir. Sezar şifrəsində 1-dən 32-yə qədər ədədlər arasında hər hansısa bir K ədədi qədər verilmiş hərflərin yer dəyişməsidir. Məsələn, demokratiya sözündən sonra müəyyən mövqedən məsafə yerləşən hərflər əvəzlənib. Verilmiş sözlərdən deyir hansı demokratiyanın şifridir. Yəni bu deməkdir ki, məsələn, bu demokratiya sözündə olan hər bir hərfi hamısını müəyyən bir ədəd vasitəsi, ədəd qədər sola və yaxud sağa yerini dəyişdirdik. Burada indi bu tipli olan ən qısa yolu nədir? Burada məsələn demokratiya sözü də iki təkrarlanan hərflərə baxmaq lazım. Tək bu demokratiya yox, ümumiyyətlə. Əgər varsa təkrarlanan hərflərə baxırıq. Demokratiya sözündə AA iki yerdə var. Yəni bu 5-ci və burada da izah olunub. Bir daha 7-ci və 11-ci yerdə yerləşir. İndi burada olan bir variantların hansında görə 7-ci və 11-ci yerdə olanların eyni hərfdir. Ən azından burada bir F varsa bir, 1, 2, 3, 4 əvvəlcədə F olmalıdır. 1, 2, 3. Bu A-nın yerində də F olmalı. Deməli A səhvdir. Burada C varıbsa burada da olmalıydı. D də səhvdir. Burada Y veribsə burada da Y olmalıydı. Ona görə ən azından Y də səhvdir. İndi burada B ilə C ödəyir. Çünki burada C yazıbsa 1, 2, 3, 4. Burada da C'dir. Burada D yazıb, burada da D'dir. Deməli ya K2-dir, ya 4-dür. O hardan tapıldı? Əgər burada verilən əlifbada A sözü, A hərfi əgər C-yə dəyişibsə, yəni A-dan sonra neçə hərf gəlir? B, C. Deməli K2-dir. Yox D-yə gəlibsə B, C, C, D. O zaman K 4-dür. Bunu necə tapacağıq? Birinci hərfə baxırıq. Məsələn, demokratiya sözüdə D ya C olub, ya Y olub. İndi baxaq görək. Əgər A D olubsa, deməli bunun K-sı 4-dür. Görək. D-dan da 4 vaat sonra C gəlirmi? O da buradan baxırıq. 1, 2, 3, 4. C gəlir, bəli. Deməli B elə doğruymuş. Amma burada A daha doğrusu D-dan sonra 3 vaat sağdan nə gəlir? 1, 2, 3. Burada Ə olmalıydı. Y, daha doğrusu F olmalıdır. Y, Ə. Yox, K-mız 2-də bizim. D-dən sonra Y, Ə. Bəli, burada birinci olan hərf Ə olmalıydı. Amma baxırıq ki, Y olub. Ona görə C səhvdir. Asimetriki də burada dedik. Keçirik 16.2-yə. Kompüter operatorluğu nəyə deyilir? İcazəsiz üzünün çıxarılması və yayılması. B. Azadlıq sözü bu formada əvəz olunub. K-nı tapın. Ən azından baxıram. A, C olub. 1, 2. Deməli K-mız nədir? 2-dir. Və yaxud Z hərfi. Axırda olanda isə əvvələ qayıdır. Z-dan sağa yoxdur deyə başdan başlayır. 1, 2. Z bu olub. Deməli K 2-dir. Rəqəmli imza nədir? Onu burada demədi. Rəqəmli imza nədir? Texnologiyasının cəmiyyətli istifadəsi artıb. Elektron imza elektron sənədin ümumi hissəsini təşkil edən informasiyanın, eləcə də elektron sənədin və onun müəllifinin həqiqiliyini təsdiq edən sənəddir. Belə deyək də, rəqəmli sertifikat olmalıdır. Rəqəmli imzalı olanın rəqəmsal sertifikatı olmalıdır. Buna biz digital login də deyə bilərik. Deməli, burada nə deməkdir? Yəni, hər bir insan, məsələn, artıq Sima proqramında deyə bilərik, rəqəmsal imza kimi. Orada məsələn bizim üzümüzdən və yaxud da özümüzə xas bir şifrəmiz olur. Həmin o şifrə bizim imzamızdır. Bizdən imza tələb edəndə həmin şifrəni yazırıq, avtomatik bu bizim yəni imzamızı təsdiq eləyir. İndi burada da baxaq ki, B-də nə deyir? Daha üçüncüdə. Rəqəmli imza nədir? İnformasiya mübadiləsinin məqsədləri olan xarakteristikadır. Sənədlərin sensor üzrə imzalanmasıdır. Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Bəli, yəni bizim o verdiyimiz kodla o kodun bizə aid olduğunu göstərir. Asimetrik şifrələmə algoritmi 2 ayrı açardan ibarət idi. Bu da açıq və
gizli açarlar idi. 4A. Bir seviyesine görə script key ilə hacker arasında olan nə adlanır? Cracker adlanır. Proqram təminatı görə hansına aiddir? Müəllif hüququ ilə qorunmayan və sərbəst olaraq üzə köçürülən bu public domain idi. Birə gedir. B. İlkin koda daxil olmaqla ödənişsiz yayılan bu isə freeware idi. C. Ümumiləşdiricə tapşırıqlara baxaq. Deməli, birinci converter sözündəki hər bir hərf əlifbada özündə müəyyən mövqe və sırada yerləşən hərflə vəzlənir. Hansı konverter sözünün şifridir? Məsələn, burada baxaq, R ilə R, E ilə E. Belə deyək də, buradakı iki hərflə buradakı iki hərf eyni olmalıdır. Baxaq görək, baxaq, XV, A, XV. A uyğun gəlir. Baxaq, AT, A, VK. Ayrı-ayrıdır. Burada yığılı, yığılı, B uyğun gəlir və yaxud L-dır, amma A-lı. Səhvdir. Burada DF, SY. Yenə səhvdir. Deməli, A ilə B arasında qaldıq. Qısacası, axırıncı hərf R, V olub. R-nın yeri buradır. Baxaq görə neçə addım gedib? 1, 2, 3, 4, 5, 6. Ya K6-dır. Baxaq görə digər hərflərdə də mi ödəyir? Məsələn, K-na baxaq. K6 vadi sağa gedəndə nə olur? 1, 2, 3, 4, 5, Ö olur. Deməli, ilə A variantı doğruymuş. Bura baxsaq, məsələn, R, L olub. R-dan L-ya getmək üçün 1, 2, 3, 4, 5, 6 vaat geri qayıdır. Burada K -6-dır. Görək K-dan 6 vaat geri qayıtsaq hara düşür? 1, 2, 3, 4, 5, G-ya düşür. Yəni G-ya düşmür. Ona görə B səhvdir. Daktiloskopiya nədir? Daktiloskopiya e, barmaq izinə görə tanınmadır. Ona görə bir şey gedirdi. Antivirus proqramlarını müəyyən edən Kaspersky var idi, Doktor Web var idi, Avast var idi. 2, 3, 5, Y variantı. Kriptoqrafiya termini hansı mənanı ifadə edir? Kriptoqrafiya gizli yazı deməkdir, yəni gizləyir. Müəlliflik hüququ baxımından proqram təminatlarının kateqoriyasına aid deyil. İctimaiyyətə məxsus ümumi ticarətçiləri var idi. E, ödənişsiz var idi. Özəl var idi. İctimaiyyətə məxsus public var idi, amma ümumi deyə bir şey yox idi. Əslində ictimaiyyətə məxsus ümumi oxşar ola bilər, amma şərti olaraq yəni belə bir bölmə yox idi. Bizdə indi o test burada bitir. Yəqin ki, axırıncı səhifəsi düşməyib. Bu da belə. Görə burada varmı? Yox, yoxdur artıq test. Deməli, dərslərin izahı bitdi. Hər birinizə uğurlar arzulayırıq. Sağ olun.